Əzəmətli Qədirxum bayramına sayılı günlər qaldı. Elə bir bayram ki, Həzrət Peyğəmbərimiz İmam Əlinin vilayətini insanlara çatdırandan, Qədirxum xutbəsini oxuyandan sonra Rəbbimiz tərəfindən Maidə surəsinin 3-cü ayəsi nazil oldu. Bismillahirrahmanirrahim. Bugün dininizi sizin üçün kamil etdim və nemətlərimi sizə tamamladım və İslamı din olaraq sizin üçün bəyəndim. Müqəddəs Qədirxum gecəsinin özünə məxsus əməlləri vardır. Müstəhəbdir ki, insan Qədirxum gecəsini oyaq qalsın, ibadətlə məşğul olsun, gecə namaz qılsın, Quran oxusun və dua və istiğfarla məşğul olsun. Həmçinin Qədirxum günü oruç tutmaq müstəhəbdir. İmam Sadiq əleyhissalamdan gələn rəvayətə əsasən Qədirxum gününün orucunun savabı 60 ilin orucunun savabına bərabərdir. Və bildiyimiz kimi qəza orucu olanlar oruclarını qəza niyyəti ilə tutacaqlar. Qədirxum günü qüsl almaq da müstəhəbdir və bildiyimiz kimi eyni gündə insanın boynuna bir neçə qüsl gələrsə, hamısını niyyət edəcək və bir qüsl almaqla hamısını almış olacaq. Həmçinin Qədirxum günü 2 rəkətli namaz qılmaq da müstəhəbdir. Niyyət: Qədirxum günü namazını qılıram qurbətən ilallah. Namaz 2 rəkətdən ibarətdir. Hər rəkətdə Fatihədən sonra 10 dəfə İxlas surəsi, 10 dəfə Ayətəl Kursi və 10 dəfə Qədr surəsi deyilir. Məsumlardan gələn rəvayətə əsasən hər kim Qədirxum günü zöhr əzanına yaxın bu namazı qılsa, ona qəbul olunmuş 100 həccin və 100 ümrənin savabı yazılar. Həmçinin Qədirxum günü oruç tutan şəxslərə iftar vermək və oruç tutmayan şəxslərə ehsan vermək çox böyük savaba malikdir. Və həmçinin müstəhəbdir ki, möminlər bayram günü bu zikri çoxlu desinlər. Elhamdülillahillazi ca'alana minel mutamassikin bi vilayati amiral mu'minin vəl-əimmə aleyhimussalam. Bayram günü sədaqə vermək və həmçinin qohum-əqrabanı ziyarət etmək, silə-i rəhm etmək çox böyük savab malikdir. Bir daha İslamın ən böyük bayramı olan Qədirxum bayramınız mübarək.